Salam hörmətli izləyicilər, xoş gördük sizlərim Quşlar TV kanalında. Əziz izləyicilər, istədim çəkəm biraz bu cücələrimi sizə görsədəm. 5 dənə toyuq çıxartdığı cücələrdir. Deməli bunlara ot vermişəm, orada görürsünüz otdur və imişli yemidir, şəkərli yem yekəsindən. Lambuşqamız da qırmızı lambuşqadır. Çoxdan da bunları çəkib paylaşmırdım. Dedim çəkin bunları da paylaşım və bir mövzə toxunum ki, cücələrə hansı ayda iynə vurmaq lazımdır. Yəni neçə ay tamam olanda iynə vurulur. Deməli, əzizlərcə bunlar hardasa səhv etməmcə martın əvvəlləri çıxmışdı. 3-ü, 4-ü, yəni dəqiq yadımda deyil. Bundan artıq 2 ay tamamdır. Biri lap yaxşı böyüyüb, o ağ üzü tüklü xoruz. Bu üçü də ki pis deyirlər. Bir dənə içində zəifi budur. O da ki bir ara havalar soğudu birdən. İçinin lambuşqası sönmüşdü, soyuğa düşdü deyə balıcı olduğundan biraz büzüşdü 1-2 gün. Düzdür, yerini istəylədim, özünə gəldi dərman zat. Ancaq yenə biraz cırqalıq, amma eybi yox, o sonradan sonra şey deyəcəkdir, yəni inkişaf edəcəkdir. Bax gördüyünüz kimi şəkərli yemin yekəsini verirəm, çox da gözəl yeyirlər. Altlarına da meşox salıram belə. Çünki samanım zat yoxdur. Həm də ki 5 dənə cücədən ötəri şeylər, bir ayda mayın axırına kimi baxacağım, iyulun 10-undan zatdan şey edəcəm, həyətə buraxacağım. Deməli, səhv etməmsə 3-ü xoruzdur, bir bu xoruzdur, bir bu lüt boğazdan, bir də bu xoruza da oxşadım fəriyadan, balacaq deyə hələ bilinmir. Ancaq bu qara fərən, bu lüt boğazdan, qara üzü tüklü 100% fərədir. Belə. İndi əzizləyəcək keçəyin cücələrə H vaksini neçə ayında vurulur. Mənim ötən videolarımda var idi, yəni bilənlər bilir. Cücələrin 2 ay tamam oldu, artıq ondan sonra belə deyək, ona neydi, iynə H vaksini vurmaq olar. Bir abunətim yazmışdı, H vaksini nədir, nə üçündür? Yəni H vaksinini bilməyənlər üçün deyirəm. Toyuqlara 3 aydan bir vurulur. İndi bunlar 2 ayda vurulacaq və bir də 5 ayda, yəni 3 aydan bir vurulacaq. Toyuqları bir çox xəstəliklərdən qoruyur. Yəni virus xəstəliklərindən qoruyur. Ona vurulmayan cücələr, beçələr, fərələr, toyuqlar xəstəliyə yoluxa bilərlər. Ona görə o mütləq belə deyim, lazımdır onu vurmaq. Baytarlıq aptekində satır, əvvəllər 1 manat indi qalxıb 2 manat olubdur. Bir dənə tabletkası da 30-udur və bir dənə də ampuladır. Onun içində deməli 100 qram suya qatılır. Balaca 2 aylıq cücəllər, 3 aylıq cücəllər yarım qram. Şeylərə isə, böyük toyuqlara isə deməli əzizləyicə vurulur 1 qramdan. Hündüşkə isə 2 qramdan, böyük hündüşkə 2 qramdan, balaca 3 aylıq zat hündüşkə isə 1 qramdan və yaxud yarım qramda vura bilərsiniz. Belə. Yəni onu 3 aydan bir vurmaq lazımdır və 2 ayı tamam olanda. Əzizlərcə o virus belə deyərdim, daşıyıcısı olduğundan birdən-birə də onu cücəyə vurmaq olmaz. Düzdür, toyuğu olar, ancaq belə cücələr ilk dəfə vuranda belə deyim də, bilməyərsiniz ki, onun virusu var, yoxdur. Ona görə vurarsınız, o virus daşıyıcısıdır. Yəni, cücələrə, toyuqlara vurulur ki, xəstəliyə yoluxmasınlar. Digər o viruslardan qorunsun. Ancaq cücədə virus olsa, o ikisi bir reaksiya verir və cücəni qıra bilər. Ona görə onu necə etmək lazımdır? Ondan, məsələn, 2 ay cücəni tamam oldu, oksitetraskilin iynəsi var, yağlı dərmandır, 5%-lik. Ondan alırsınız əziz izləyicilər, hər cücəyə 3 gün dalvada döş qəfəsinə vurursunuz. Yəni bir gün sağ döş qəfəsinə, bir gün sol, bir də yenə 3-cü günü yenə sağ qəfəsinə vurursunuz. Və vurduqdan sonra deməli əziz izləyicilər,
gözləyirsiniz bir 10 gün, 15 gün ki, cücələrdə vəziyyət necədir? Əgər cücələrdə virus varsa, o sağaldacaqdır oksitetraskilin. Yoxdursa və cücələr həmənki kimi normal olacaqdır. Ondan sonra isə əziz izləyicilər, 10-15 gün keçəndən sonra da başlayırsınız H vaksinini balaca cücələr yarım qramdan, yəni 2 aylığı keçmiş cücələr yarım qramdan vurursunuz. Və 3 aydan bir o H vaksinini vurursunuz. O çox, belə deyim, yaxşı dərmandır, iynədir. O bütün cücələri, toyuqları xəstəliklərdən qoruyur. Yəni onu 3 aydan bir vurmalısınız. Əgər siz vurmasanız, düzdür, bunlar belə deyim, vurulmasa bunlar sağ qalacaqdır da, yəni heç nə olmayacaq. Ancaq iyul, avqust ayında müəyyən xəstəliklər olur. Cumanın bir növüdür, yəni cücəyə düşdü, 100 cücədən 80-i rahat qırır. Ancaq o H vaksini olanda, vurulanda heç də şey olmur da, necə deyim, təsir eləmir. Ona görə onu vurmaq məsləhətdir. Və 3 aydan da bir çalışırsınız onu vurasınız. İnandırım sizə, onda heç bir toyuğunuz, cücəniz xəstələnməyəcəkdir, heç bir xəstəliyə də yoluxmayacaqdır. Yəni, bax, birəcə edirsiniz. Bu qədər. Yəni, görün ki, bunlar da necə iştahla yeyirlər. Getdi su içməyə. Ümumiyyətlə, bunları su yemir, su şişirdir. Belə deyək. Ot da tökmüşəm, ot o yeməkdən bədənləri sarı olur. Biraz da keçsin, bir ayda belə şey eləsinlər, bir aydan sonra həyətə buraxacağım. Həyətdə şey eləsinlər. Belə. Yerləri biraz batmışdı, dəyişdim. İndi şey olublar, biraz adaptasiya edəmirlər hələ yeni yerə, həmçinin də biraz şokdadılar. Xoruzluğa bəlkə saxlasam, bax, bu lüt boğaz var, qırmızıdır xoruz. Onu saxlayacağım, o yerdən də bəlkə kəsdim. Belə. Bu qədər əziz izləyicilər, hər kəsə təşəkkürlər. Kanallarımıza, Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olsunuz. Videolarımıza da like qoysunuz. Sağ olun əziz izləyicilər, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılın.